Start. Deməli, başlayaq qədim daş dövrünün mərhələləri ilə. Alt, orta, üst paleolit. Alt paleolit ilk insanın yaranmasından 100 min il bundan əvvələ qədər davam edir. İlk insanımız bacarıqlı insan. 3 dənə əmək aləti var idi. Yerqazan çubuq, sivri daş və bir də dəyənək. Düzdürmü? Tamam. Sonra bu adam ilk dəfə təbii oddan istifadə eləmişdi. Biz bilirik, uşaqlıqdan öyrənmişik, ildırım çaxıb təbii odu götürüb istifadə edir. Bu təbii od. Bacarıqlı insan təbii oddan istifadə edirdi. Bəli. Süni oddan əlaqəsi yoxdur. Biz bilirik ki, süni odu Neandertal insan kəşf edib, indi ora gələcək. Qayıtdıq. Tamam, bacarıqlı insan təbii oddan da istifadə etmək bacarığı olub. Sonra bu adam neyinibdir? Bu adam ulu icmada yaşayıb. Ulu icmaya biz insan sürüsü də deyirik və diqqətli oluruq. Burada belə bir ifadəmiz var. Ulu icma mütəşəkkil birlik deyil. Mütəşəkkil tam deməkdir, yəni təşkil edilmiş, davamlı olan deməkdir. Mütəşəkkil olan insan qrupu hansı idi ata? Üst paleolitdə yaranıb. Ana xaqanlıq dövründə nə yaranırdı ana xətti ilə birlikdə? Qəbilə icması, bəli, qəbilə icması. Qəbilə icması desək ki, mütəşəkkillik cavabın doğrudur. Götür. Çünki biz bilirik, ana xətti ilə qohumluq əsasında onlar birləşir. Ancaq gəldik bura, ulu icmaya. Ulu icma adi insan sürüsüdür. Həyatda qalmaq, daha çox ərzaq əldə etməkdən ötəri insanların qeyri-davamlı olaraq birləşdiyi bir insan birliyi idi. Davam. Bacarıqlı insan alt paleolit dövrünü Azərbaycanda biz harda öyrənirik? Biz onu öyrənirik Xocavənd rayonu ərazisində Füzuli şəhəri yaxınlığında yerləşən Azıq mağarasından. Və bu Azıq mağarası Quruçay vadisində yerləşir. Biz bildiyimiz kimi insanlar ilk vaxtlar ərazi seçəndə yaşamaq üçün əsasən çay mənbələrini seçirlər. Çünki çayın yaxınlığında daş olur, daşdan əmək aləti düzəldiblər. Çay su mənbəyidir, çayın ətrafında təbii ki, heyvan da olacaq və oradan qida da əldə edə bilər. Və ona görə o dövrdə bizim qədim insanlar elə gəlib Azıq mağarasında Quruçay vadisində yaşayıb. Buna görə də biz alt paleolit mədəniyyətini Quruçay mədəniyyəti adlandırırıq. Davam. Quruçay mədəniyyəti dövründən danışaq. İndi Quruçay mədəniyyətində yaşayan insanımız Azıxantrop adlanır. Eradan əvvəl 350-400 min il yaşı olan oradan qadın at çənə sümüyü tapılıbdır. Biz bilirik ki, 1968-ci ildə Messier dövründə Məmməd Əli Hüseynov arxeoloqumuz qadına aid olduğu düşünülən, 18-22 yaşlı bir qadına aid olduğu düşünülən alt çənə sümüyü tapır və həmin bu alt çənə sümüyü sayəsində Azərbaycan hal-hazırda dünyanın 4-cü ən qədim insan vətəni, insan məskəni hesab olunur. Bundan başqa, Azıq mağarasında 700 min il bundan əvvələ aid ocaq qalıntıları biz bilirdik vardı. Sonra tamam, bir dənə görüm yadında qalıbdımı? Azıq mağarasında bir şey tapılmışdı, tapıntı. Və bu tapıntıya görə biz deyirik ki, ilk insanda ibtidai dini təsəvvür formalaşmışdı. Nə tapılmışdı Azıq mağarasında? Ayı, kəllə sümükləri, bəli, və üzərində də işarətlər doğrudur. Həmən o işarətlər sayəsində biz düşündük ki, aha, bunlarda heyvanlara inam yaranmağa başlayıb, düzdürmü? Bu, Azıq adamın heyvana inandığını göstərir. Alt paleolit dövründə deməli, bacarıqlı insan heyvana inanıbdır. Əla, bu da öz yerində. Sonra baxaq, o dövrdə əsasən hansı daş növlərindən istifadə edirdilər? Çaxmaq daşı, obsidian, sonra vulkanik şüşə, yenə eyni şeydir, dəvə gözü, bu kimi daş növləri daha yaxşı parçalanır, daha möhkəm olurdular. Həmçinin bu, sonra burada bizim üçün maraqlı hər hansısa bir şey, baxaq görək nə isə yadımızdan çıxarıq, bir nəzərimizə gətirək, mən biləni yox, nəsə olsa yenə geri qayıdarıq. Bildiyimiz kimi 2020-ci il 44 günlük Vətən müharibəsi nəticəsində biz Füzuli rayonunda işğaldan azad elədik və 2021-ci ildə bizim İlham Əliyev prezidentimiz orada bir nitq söylədi və həmən nitqində vurğuladı ki, bəs ermənilər 1954-cü il Haaqqa konvensiyasının qərarlarına zidd olaraq, həmən Haaqqa konvensiyasında deyilir ki, müharibə olan zaman müharibə edən tərəflər bir-birinin mədəniyyətinə, tarixi hissinə heç bir ziyan yetirməməlidir və bu cinayət hesab olunur, beynəlxalq cinayət. Amma Ermənistan tərəfi isə Azıq mağarasında bir xeyli oğurluq işləri filan apardılar, düzdürmü? Və bunlar qeyri-qanuni işlər idi və bunlar beynəlxalq cinayət hesab olunur. Hətta təzəcə bir xəbər də çıxıb, atam, bilmirəm, eşidirsənmi? Qarabağ Universitetinin tələbələri nəsə bir qalıntı tapıblar. Azıq mağarasında yenə bir sümük tapıblar. Həmən sümük üzərində bu dəqiqə araşdırma gedir. Bəlkə də həmən o qadın at çənə sümüyü deyirik, nə qədər vaxtdır, bəlkə ondan da qədim olan bir
insan sümüyü tapılmış ola bilər deyilənə görə hələ ki üzərində araşdırma aparılır. Bu da bu. Davam eləyək, tamam alt paleolit dövründən artıq uzaqlaşaq, gələk orta paleolit. Eradan əvvəl 100, eramızın 35-ci minillikləri. İndi bu dövr adlanır Musiya mədəniyyəti, insanımız adlanır Neandertal. Səbəb, Neandertal Almaniyada yer adıdır. Diqqət, xəritədə göstər, Almaniyanı göstərsin o dəqiqə xəritədə. Çünki ilk orta paleolit dövründə yaşayan insanın kəllə sümüyü həmən Neandertal adlanan bölgədə tapılıb və ona görə bu adama Neandertal adamı adı verilir. Musiya mədəniyyəti bəs niyə deyilir? Musiya isə biz deyirik ki, Fransada bəli, yer adlı orada orta paleolit dövrünə aid olan əmək alətləri ilk dəfə oradan tapılıbdır. Ona görə bu dövr mədəniyyəti Musiya mədəniyyəti adlanır. İndi burada əsas bir məsələ var. Dini inancda yenilik. Axirət dünyasına inam yarandı. Axirət dünyasına inam nə zaman yarandı desə, gözü qapalı getsən orta paleolit dövrü Musiya mədəniyyəti, Neandertal insandır. Və biz orta paleolit dövründə keçən də danışanda deyirdik ki, bu son buzlaşma dövrü hesab olunur. Son buzlaşma dövrüdür və son buzlaşma dövründə olduğuna görə bu insanlar təbii otdan artıq istifadə edə bilmirlər. Dünyanın hər yeri buzlarla qaplıdır və buna görə bu adam nə edir? Çaxmaq daşını bir-birinə vuraraq süni odu kəşf eləməyə nail olur. İnsan təkamülü və bunun nəticəsində Neandertal adam süni odu ixtira elədi. Bununla yanaşı Neandertal adam təbiət hadisələrinə inanır. Bax, səma cisimləri demirəm ha, günəşə, aya, ulduza, təbiət hadisələrinə. Zəlzələ, nə bilim, vulkan püskürməsi, yağış, ildırım çaxması, tufan, bu kimi şeylər təbiət hadisələri ki, insanlar bunlara inanmağa başlayır artıq. Bunları tanrı olaraq gözlərində görürlər. Beləliklə, alt paleolit dövründə biz dedik ki, insan heyvanlara inandı. Orta paleolit dövründə axirət dünyasına inam yaranmağa başladı və həmçinin biz dedik ki, təbiət hadisələrinə də inam yarandı. Davam. Gəldik, indi çıxdıq üst paleolit dövrünə. Üst paleolitə gəlməmişdən qabaq bir orta paleolit dövrünün mağaralarına baxaq. Qarabağda Azıq, Tağlar, Kəlbəcərdə Zar mağarası, Daş salaqlı damcılı mağaraları Qazax rayonu ərazisində yerləşən. Bunların hamısı bu orta paleolit dövrünü öyrəndiyimiz bizim yerlərdən biridir. Sonra gələk buradan bizim üçün maraqlı lazım olan hadisələrdən gələk üst paleolit dövrünə çıxaq. Üst paleolit dövrü eradan əvvəl 135-ci minillikləri əhatə edir. Homo sapiens yarandı, ağıllı insan və ağıllı insanın iki əsas kəşfi. Nədir ağıllı insanın iki əsas kəşfatı? Biz hal-hazırda nə edirik? Bir, nitq. İkinci bir məsələ, balıqçılıqda, ovçuluqda çayın o tərəfinə aşılmasında mühüm rol oynadı. Qayıqlar, salların hazırlanması. Qayıq da, sal da eyni bir şeydir. Bəli, ağacları yan-yana bağlayıb ondan qarşı tərəfə keçə bilirdilər. Tamam, üst paleolit dövründə baxaq başqa nə var? Son buzlaşma dövrü başa çatır. Hava mülayimləşir və hava mülayimləşdiyinə görə artıq insanlar dağüstü ərazilərdə, açıq səma altında, komalarda, daxmalarda yaşamağa başlayırlar. Bununla yanaşı bu dövrdə ilk dəfə ağıllı insan ilk ibtidai incəsənət nümunələrini meydana gətirir. Yəni ilk bu cızma qaralar var, Qobusan qayasının üstündəki o təsvirlər falan filan oldular filan. İlk dəfə o dövrdə bunlar başlayırlar bunu çəkməyə. İlk ibtidai incəsənət nümunəsi nə zaman yaranıb? Cavabımız üst paleolit, bunu eləyən ağıllı insandır. Bununla yanaşı, bax, məsəl üçün ağlına bıçaq gətir, qılınc gətir. Onun tutmaq üçün dəstəyi var, düzdürmü? Əl tutmaqdan ötəri dəstəyi. Bax, ilk dəfə əmək alətlərinə dəstəyin əlavə olunması üst paleolit dövrünə düşür. Üst paleolit dövründən artıq insan dəstək də düzəldir, alətləri rahat istifadə eləsin deyə. Tamam, baxaq üst paleolit dövründə ulu icma dağılır, yerinə ana xaqanlığı başlayır, ana xəttinə əsasən qəbilə icması formalaşır. Və qəbilə icması deyir ki, mütəşəkkildir, davamlıdır. Elə heç parçalanmır da desək doğrudur. Çünki bir-birinə qohum olanları tərəfindən yaradılır bu qəbilə icmaları və qəbilə icmasından biz düz deyirik, üst paleolitdən tutmuş, düz eneolit dövrünə qədər bu dövr bizim üçün nə dövrüdür? Bu dövr bizim üçün ana xaqanlığı dövrüdür. Yadda saxlayırıq. Ta ki erkən tunclu ata xaqanlığı meydana gələnə qədər. Ana xaqanlığı deməsi bizə nə deyər? Matriarxat. Yəni, yenə ana xaqanlığı sözünü gəlib tərcüməsinə çıxır.
Burada biz arada bir şey dedik, tez alt paleolitə qayıdaq. Bu dövr alt paleolitdən düz mezolit dövrünə qədər olan bir şey var. Mənimsəmə təsərrüfatı. İnsanların əsas məşğuliyyəti nədir? Hər hansısa bir şeyi mənimsəmək, istehlak etmək. Elə istehlak təsərrüfatı, mənimsəmə təsərrüfatı eyni anlayışdır. Çünki biz burada nə edirik? Hər hansısa bir şeyi götürüb özümüzünküləşdiririk, onu istifadə edirik və bununla yanaşı biz deyək ki, bu mənimsəmə təsərrüfatı və yaxud istehlak təsərrüfatının hansı iki əsas peşəsi var? Biri ovçuluq, digəri isə yığıcılıqdır. Bunu da nəzərimizdə saxlayaq. Davam. İndi orta paleolitdə də mənimsəmədir, üst paleolitdə də mənimsəmə davam edir. Üst paleolitdən bizim nəsə ağlımızdan çıxmır, baxaq yenə fikirləşək. Mən bilən burada artıq boşluq qoymadıq. İrəliyək. Qədim daş dövrü bitdi. Keçdik orta daş dövrünə. Mezos və litos sözləri orta daş dövrü. Görək bu orta daş dövründə nə var? Ağıllı insanın ən böyük ixtirası var təbii ki. Nədir ağıllı insanın ən böyük ixtirası? Ox və kaman. Bəziləri deyir o kaman nədir? Kaman türklərin o yay dediyidir. Oxun taxıldığı o ağac, əyilən ağac və sap. Həmən bu oxla kamanın ixtirasında bildiyimiz kimi bir sıra nəticələr olur. Düzdürmü? Yada salaq. İbtidai maldarlıq, sonra heyvanların nəhilləşdirilməyə başlanması, üstəgəl ərzaq ehtiyatının artması, təhlükəsiz ovların həyata keçirilməsi bu kimi yeniliklərə gətirib çıxarır. Mən getdim, uzaqdan rahat şəkildə öldürə bilirəm heyvanı, daha çox həyat əldə edirəm. Hətta birində görürəm, anasını vurdum, balası qaldı. Ay, nə qəşəng balası var. Apardım öz mağarama, saxladım. Bir də gördüm, yanına da bir 5-6-sını qatanda bunlar çoxalmağa başladı. Artıq insanlar bununla da hansı peşəyə yiyələnməyə başladılar? İbtidai maldarlığa. Və bu dövr, mezolit dövründə biz dedik ki, insanlar ilk dəfə heyvan əhilləşdirməyə başlayır. İlk heyvanımız hansı idi atağına əhilləşdirilən? Aha, bəli. Bəs ən axırıncı? Bəli, bəli. Eneolit dövründə əhilləşdirmə prosesi başa çatır. At heyvanı ilə birlikdə bütün ev, təsərrüfat heyvanlarının əhilləşməsi prosesi başa çatır. Doğru. Davam. İndi bu mezolit dövründə qadınlar da yığıcılıq əsas bunlardadır. Və bunlar da mağaraya gələndə güya ki, toxum düşür yerə və bunlar görürlər ki, toxum düzələ bilir və beləliklə ibtidai əkinçilik də yaranmağa başlayır. Beləliklə, biz artıq mezolit dövrünə deyirik ki, nəyin əsas qoyulur? İstehsal təsərrüfatının. Bu sözə diqqət, əsası qoyulur. Bünövrəsi, təməli formalaşmağa başlayır, yaranmağa başlayır. Cümlələrə diqqət eləməliyik, çünki hələ bu dövr ibtidai, yəni hələ ilk variantını öyrənib insanlar bunu. Yəni sənə desək ki, ilkin əkinçilik vərdişini ağıllı insan nə zaman yiyələnir? Cavabımız nədir ata? Mezolit, bəli. İlkin əkinçilik vərdişi çünki deyir. İlkin, ibtidai, əsası, bünövrəsi, başlanğıcı, o dəqiqə qaçırıq mezolitdə. Bu istehsal təsərrüfatının əsası qoyulub mezolit dövründə. Amma desək ki, istehsal təsərrüfatına keçid baş tutdu. İstehsal təsərrüfatı yarandı. Artıq əsas məşğuliyyət sahəsi əkinçilik və maldarlıqdır. Bu kimi ifadələr hansı dövrə aiddir bəs ata? Oy, bir addım qabağa keçirik. Mezolitdən sonra neolit, bəli, neolit dövrü buna diqqətli olduq. Başlanğıcı, ibtidai, ilkini, bünövrəsi, bunların hamısı əsası mezolitdə, amma baş tutdu, yarandı, formalaşması prosesi başa çatdı. Əsas məşğuliyyət sahəsinə çevrildi. Bu artıq neolit dövrünün açar sözləridir, əkinçilik və maldarlıqda. Əla. Deməli, bu mezolit dövründə bizim insanlarımız balıqçılıqda harpun adlanan qarmaqdan istifadə edirlər. Sümükdən düzəldilir, heyvan sümüklərindən və balıq tutmaqda istifadə edirlər. Adı oldu harpun. Bununla yanaşı mikrolit əmək alətləri hazırlanmağa başlayır. Mikrolit əmək alətləri axırıncı dəfə hansı dövrdə səncə istifadə olunur ata? Aha. Oy, ta o qədər yox. İndi daşın əmək aləti istifadə edirik biz. Yox. Mikrolit əmək alətləri biz daşdan düzəldilən bu əmək alətlərini vermişik. Təbii ki, bugün də mikro, balaca əmək alətləri var, amma söhbət mezolit dövründə o daşdan hazırlanan mikrolit əmək alətindən gedir bu dəqiqə biz. Və mezolitdə başlayıb eneolitdə də qurtaracaq. Çünki eneolit dövrü hələ də nədir? Mis daş dövrü. Əmək alətləri hələ də nədən hazırlanır əsasən? Daşdan.
Bəli, bəli, yumşaqdır, tez qırılır, tez sıradan çıxır, amma daş möhkəmdir. Elə ona görə də mikrolit əmək alətləri axırıncı dəfə eneolit dövrünə qədər istifadə olunur. Ta Tunc dövründən artıq mikrolit əmək alətini bilirəm, yəni həmən daşdan düzəldilmiş mikrolit əmək aləti nəyimə lazımdır? Tuncdan hazırlayıram artıq. Oldu. Bu ifadəyə diqqət. Yəni biz tarixi aspektdən yanaşaq. Bəli, bugünkü gündə də mikro ölçülü balaca alətlər təbii ki var, amma söhbət elədiyimiz şey mezolit dövründəki mikrolit əmək alətlərindən gedirdi, daşdan düzəldilən. Davam. İndi sual verəcək ki, axirət dünyasına inam daha da artdı. Bu nə zamandır? Cavabımız olmalıdır mezolit. Çünki mezolit dövrünə aid bizim 2 dənə yaşayış düşərgəmiz var, çox əsasdır. Bunlar bizim üçün Qazaxda damcılı, bir də bizim var burada Qobustan, yəni açıq səmadakı muzeyimiz. Görək, bu Qobustanda gör nə tapılıb. Qobustanda bir qəbir var. Həmən bu qəbrin içərisində daş büt tapılır, qadın daş bütü. Və üstə gəl ətrafında axirət dünyasında istifadə eləsin deyə qab, qacaq, bıçaq, nə bilim, qırqızıl, paltar, pultar filan belə şeylər qoyulur. Bu artıq göstərir ki, bu insanlar artıq nə edir? Axirət dünyasına inanır. Düşünür ki, ora gedəndən sonra bu nədən istifadə edəcək? Nə iş görəcək? Buna yanına biraz əşya zad qoyaq, onlar da özü ilə aparsınlar. Onların ağlına görə belə bir şey eləmək lazımdır və eləyirlər də həmçinin. Bu da bu axirət dünyasına inam yarandı. Orta paleolit, axirət dünyasına inam daha da artdı. Cavabımız mezolit. Belə biz burada bir Tur Heyerdal tanıyırdıq. Ataxan, Tur Heyerdal kimdir? Bəli, doğrudur. Tur Heyerdal Norveç alimi idi və Azərbaycanda Qobustan qayaüstü yazılarını araşdırmış. Qobustanda qayaüstü yazılarda totemlər, ovsunlar, sonra yallı rəqsi, heyvan ovları və həmçinin də ən əsas məsələ ağıllı insanın ixtirası olan qayıq və salların şəkli var idi. Və Tur Heyerdal əsas bunlara diqqət yetirir və deyir ki, Azərbaycan gəmiçiliyin yarandığı ən qədim mərkəzlərdən biridir. Və bunun üçün də nə deyir ən axırda? Deyir ki, ola bilər bəlkə də Azərbaycandan gəlib elə vikinglər. İndi bu yazırıq, yəni bunu da yadda saxlayaq. Tur Heyerdalda bu imiş. Davam edək. Tamam, mezolit dövrü ilə bağlı hər hansısa bir ağlımıza gətirək görək nəsə bir şey qaldımı? İy var idi bu dövrdə. İydən istifadə edirlər. İydəki nədir? Toxuculuqda istifadə olunur. İp əyirməkdən ötəri, ip hazırlamaqdan qoyun yununu belə salırlar. Bu köhnə məktəbdə 8-ci siniflər üçün çəkdiyimiz izahatda olmalı idi. Birində şəklini göstərdim. Belə dırmıqlı belə bir şeydir, darağa oxşuyur. Belə salır, içərisinə belə qoyun yununu dağıdır. Dab əmələ gətirir əlində. Həmən ona deyirlər iy. Sonra gəldik, nəhayət çıxdıq neolit dövrünə. Neolit dövrü eradan əvvəl, baxaq indi, deməli 35-12-dən danışdıq, 12-8-dən danışdıq, 8-6-ya gəldik. Neolit dövrü eradan əvvəl 8 və 6-cı minlikləri əhatə edir. Neolit dövründə insanlar oturaq həyat tərzinə keçdi. Səbəb? Çünki əsas təsərrüfat sahəmiz artıq əkinçilik və maldarlıq. Əkinçilik. Mən əkinçiyəmsə sahəmi qoyub hara gedəsiyəm. Bunun üçün gərək oturaq həyat tərzi keçirim. Və beləliklə insanlar neolitdə əsas məşğuliyyət sahəsi olan əkinçilik maldarlığa keçdilər və oturaq həyat tərzinə keçdilər. Üstə gəldə biz deyirik, bununla birlikdə istehsal təsərrüfatına keçid baş tutdu. İstehsal təsərrüfatının formalaşması prosesi başa çatdı. İstehsal təsərrüfatı yarandı. Bax, bu ifadələr artıq qəti surətdə biz deyə bilirik. Davam. Gəlik. Əsas məsələ neolit inqilabı. Daşlar deşilir, daşları cilalayırlar. Üstə gəl, sənətkarlıq meydana gəlir. Sənətkarlığı biz artıq bu dövrdən götürək. Çünki niyə? Dulusçuluq, göndəri işləmə sənədi meydana gəlib. Toxuculuq yüksək səviyyədə inkişaf edir artıq bu dövrdə. Biz mezolit dövründən artıq görürük ki, toxuculuq var, yaranıb, formalaşıb. Amma neolit dövründə daha da inkişaf edib göndəri işləmə, yəni heyvanın dərisinin üzərindən işləyərək müxtəlif jiletlər filan insanlar artıq hazırlaya bilirlər. Və gələk, dulusçuluq nədir bəs? Dulusçuluq yadında da o vaxt Recep verdiyi misal çəkmişdim. Nə idi dulusçuluq? Aha, yaddan çıxdı. Gilqab hazırlayırlar. Su vururlar, sonra xamır kimi yoğururlar onu qabı. Sonra yada düşdü. Təkərlək fırlayırlar ayaqlarının altında. Məsəl üçün indi o
ayaqla hərəkəti gətirilən dulus çarxıdır. Hələ ona var, o son tuncdadır. Bu dövrdə sadə dulus çarxlarımız var. Əllə hərəkətə gətirilən, əlimlə fırlayıram və sonra isə qabağa forma verirəm. Palçıqdan filan gildən düzəldirəm və daha sonra isə onu qurumaqdan ötəri ona istilik verirəm. İsti bir yerə, sobaya yaxın bir yerə qoyuram ki, qurusun, formalaşsın. Və buna deyirik biz nə? Dulusçuluq deməli nədir? Gilqab hazırlama sənətidir. Və dulusçuluğun yaranması gələcəkdə hansı sahənin yaranmasına kömək edəcək? İndi ən əsas məsələ metallurgiya sənaye deyirəm. Metallurgiya sahəsinin, hələ sənaye deməyə hələ ona var. Metallurgiya sahəsinin yaranmasına səbəb olacaq. Çünki metallurgiya sahəsi nədir ki? Metal emalı ilə məşğul olan sahəyə verilən addır metallurgiya. Metalın hazırlanmasını öyrənir və biz bildiyimiz kimi metal hazırlanan zamanda isitmə və soyutma texnikasından istifadə olunur. Görürsən, orta əsr filmlərində dəmirçilər nə edir? Dəmiri isidir, döyür, suya salır, bir də təzədən isidir, döyür. Belə-belə nə edir? Forma verirlər, hazırlayırlar. Və bu ilk dəfə dulusçuluqda tətbiq olunmuş sistemdir. İsitmə və soyutma texnikasının istifadə olunması. Bu da bu, davam. İndi gələk biz dulusçuluqdan da danışdıq. Neolit dövrünün biz gələk danışaq, yaşayış məskənlərinə baxaq da bir. Təbriz, Gəncə, Gədəbəy zonası olsun. Bununla yanaşı 2 dənə elə ən əsas yerləri biz deyək. Tovuzda Göytəpə, Ağcabəddə isə Kamiltəpə əraziləri. İndi bu dövrdə əkinçilik vərdişləri xeyli inkişaf edir. İbtidai əkinçilik vərdişləri yarandı mezolit. Buna diqqət. İbtidai ilkin. Bu sözlər mezolitdədir. Amma əkinçilik vərdişləri xeyli inkişaf etdi desə, bunu neolit dövrü üçün götürə bilərik. Niyə? Toxa əkinçiliyi formalaşdı. Bugün bildiyimiz o kotan var ki, yeri şumluysa, torpağı rahatlatmaqdan ötəri, torpağı qazmaqdan ötəri. Həmən bax o toxa bu dövrdə, neolit dövründə ixtira olunur. Bununla yanaşı, kənd təsərrüfatında əkinçilikdə istifadə olunan balta, çəkinc, həvəng dəstə, dəndaşı, oraq, bunların hamısı bu dövrdə ixtira olunur, neolit dövründə və bu əkinçiliyin vərdişlərinin çox inkişaf eləməsindən bizə xəbər verir. Sonra bizim burada maraqlı məlumatlarımızdan nə var? Gəldik Tovuzda Göytəpədə biz bilirik, iribuynuzlu heyvanın alt çənə sümüyündən hazırlanmış bir oraq aşkarlanmışdır. Ağcabəylinin Kamil təpəsində isə yenə bu kənd təsərrüfatında bayaq adını çəkdiyim toxadır, oraqdır, sonra baltadır, çəkişdir. Bu kimi əkinçilik üçün, kənd təsərrüfatı üçün yararlı olan əmək alətləri tapılmışdır. Bunlara da diqqət. Gələk biz eneolit dövrünə keçid eləyək artıq. Neolit dövründən məncə hər hansı bir şeyimiz qalmadı. Eneolit dövrü. Keçid dövrümüz yeni misdaş dövrü də adlanır bildiyimiz kimi, düzdürmü? Və ilk metalımız sən bayaq dedin ki, misdir. Bəli, ancaq yumuşaq idi deyə tez sıradan çıxırdı və ona görə də istifadəsi dayandırıldı. Yenə də əsas əmək alətləri hazırlandı daşdan. İndi belə bir şey deyək. Eneolit dövrü. İnsanlar evləri dairəvi formada tikirlər. Yadındadır, o vaxt mən keçən izah eləmişdim. Bu evlər niyə görə dairəvi formada inşa olunurdu? Görüm yadımda qalır. Nə var idi? Dinlə əlaqəsi var. Nəyə inanc? Yox, qəbir məsələsi deyil. Nəyə inanc? Atropatinanın dini nə idi? Atropatinanın dini nə idi? Yada sal tez. Zərdüştlük, atəşpərəstlik. Aha. Atəşpərəstlik 7-6-cı əsrdə bəli, zərdüştlük formalaşması başa çatıb yaranır. Amma atəşə inam eneolit dövründə artıq formalaşmışdı. İnsanlar atəşə inanırdı və evin mərkəzində dairəvi formada ocaq qururdular və ocağın ətrafında dini ayin icra edirdilər dönərək. Və buna görə də evi həmən ocaq formasında, dairəvi formada inşa edirdilər. Bax, səbəb budur. Dini inanclar, bəli, oda inam, odun müqəddəsliyinə inamla bağlı idi bu. Və bu evlər diqqətli ol, bişmiş yox, çiy kərpicdən tikilir. Yadındadır, mən demişdim, ay balasından da hələ istifadə edirlər tikintidə. Möhrə, biz elmi dildə möhrə deyirik, düzdürmü? Palçıqla samanın qatışdırılması. Vertolyotumuzu keçsin. Aha. Palçıqla samanın qarışdırılmasından hazırlanır. Bugün də o texnologiyadan istifadə edirik. Hinzat quranlar var. Nənəmgildə də həmən ay balasındandır.
Daxma da qurmaq olar təbii ki, amma biraz təbii ki, əlverişsiz olar da. İndi müasir dövrün tələblərinə təbii ki, cavab verməz. Belə, amma heyvancaq saxlamaq üçün təbii ki, yaxşıdır və o dövrdə də evlər möhrədən də tikilirdi. Sonra evlərin döşəməsinə həsir salırdılar. Bitki liflərindən, nə bilim, qamışlardan hazırlanan həsirlər salırdılar döşəməyə ki, qoy döşəmə də rahat olsun, rahat hərəkət edək, yerə bir baş ayağımız torpağa dəyməsin. Yumşaq olsun ayağımızın altı. Belə, bu da bu. Davam edək. İndi əkinçilik, maldarlıq əsas məşğuliyyət sahəsinə çevrildi. Hansı zaman idi Ataxan? Neolit. İndi deyəcəm ki, balıqçılıq və ovçuluq nə zaman ikinci dərəcəli peşəyə çevrildi? Cavabımız nə olmalıdır? Bəli. Bax, neolit, eneolit ardıcıl gəlirlər. Birinci sırada neolitdir. Əsas məşğuliyyət deməli ordadır. Əkinçilik, maldarlıq. İkinci yerdə gələn eneolitdə elə ikinci dərəcəli məşğuliyyət sahəsi artıq nə olar? Balıqçılıq və ovçuluq. Və bu dövr nə əkinçiliyi dövrü adlanır? Çünki artıq yüksək səviyyədə ondan istifadə edirlər. Neolit dövründə hansı əkinçilik? Toxa əkinçiliyi dövrü. Bəli. Bu dövr toxa əkinçiliyi dövrü olaraq da bilinir. Və dini inanclarda nə baş verir bu dövrdə? Gələk dini inanclarda olan yeniliklərimizdə. 1. Analar müqəddəs varlıq hesab olunur. Analar artıq həddindən artıq müqəddəsləşdirilir. Bu ana xaqanlığının ən zirvə yapdığı dövr həmən dövrdür. Həmən bu dövrdən, eneolitdən etibarən anaları daha da müqəddəs bir varlıq, ilahiləşdirirlər, hətta o dərəcəyə gəlib çatırlar. Bayaqki dövrdə ana xaqanlığı idi. Sadəcə olaraq orada artıq ana belə deyək də böyük olaraq sayılırdı. Ancaq indi müqəddəs bir ilahi varlıq olaraq da qələmə verilir. Eneolit dövründən buna diqqət, bunu yadda saxlayaq. Bununla yanaşı ölüləri bunlar dini ayinlərlə, belə deyək, ofsunlarla həyata keçirir və həmçinin ölünün bədəninə qırmızı rəng verən oxra səpirdilər. Bununla yanaşı biz bir də bilirik ki, eneolit dövründə insanları çalışıb evin yaxınlığında, hətta bəzən həyətdə, hətta bəzən evin içərisində, evin zirzəmisində də bastırırdılar, düzdürmü? Bunlar da bizim eneolit dövründə olan dini inanclarımızda yeniliklərimizdir. Belə, eneolit dövründə bir də bayaq demişdik, yenə ya da sabah, əhilləşdirilmə prosesi başa çatır. Sonuncu əhilləşdirilən heyvan isə olur at. Bu da belə bizim eneolit dövründən hər hansısa bir qırıntımız qaldımı? Mən bilən yox. Bir dənə Ataxan refresh eləyək bir 2-3 dəqiqə görək oradan buradan nə ağlında qaldı. Ataxan mənim sualıma cavab ver görüm. Alt paleolit dövründə mədəniyyət adlanır. Gəlir. Qoruçay mədəniyyəti. Gəldik. Orta paleolit dövründə nəyə görə Musiya mədəniyyəti deyilir? Orada nə tapılıbdı, nə tapılıb? Tez əsaslandır. Gəlir. Gəldik, biraz çıxdıq yuxarı. Sən mənə denən görüm. İbtidai əkinçilik vərdişləri, ilk əkinçilik vərdişləri yaranır. Mezolit, bəli. İlk sözündən əkinçiliklə mezolit götürəcəyik. Sonra sən mənə denən görüm. Bu insanlar qayıq hazırlamağa, sal hazırlamağa başladılar. Üst paleolitdədir, bəli. Sonra bu Azərbaycan gəmiçiliyinin ən qədim vətənidir dedi. Hansı alim? Tur Heyerdal. İnsanlar evin döşəməsinə həsir salmağa başladılar. Nə zaman? Həsir, döşəməyə həsir. Derimi bitki eneolit, doğru. Sonra insanlar təbii otla tanış oldular. Yaşa. Onda bəs süni odu kim yaradıbdı ilk dəfə? Kim? Hansı insan? Gerçək. Sonra davam edərik. Baxaq. Sən mənə denən ox və kaman kəşf olundu. Ox və kamanın kəşf olunmasının bir neçə nəticəsindən danış görüm nə ağlında qaldı. Ən əsas məsələyə gəl. Ən əsas məsələyə gəl. Nə yarandı? Sonra ən əsas birini də vurğula. İbtidai nə yarandı? İbtidai nə yarandı? İbtidai maldarlıq, diqqət, onu da vurğulayır. Bax 4 dənə nəticə sadaladın. Əla. Sonra davam edərik. Axirət dünyasına inam yarandı nə zaman? Düz deyirəm. Orta paleolit. Orta paleolit, düz deyir. Neandertal insan. Bəs axirət dünyasına inam daha da artdı. Nə zaman? Oy. Getdik biz Qobustana.
Orta daş dövrünə. Digər adını sən demə. Bəli, mezolit dövrü, diqqətli ol, qəbir abidəsi, qadın daş büt. Sonra baxdıq. Axirət dünyaları fikir ver, ortalardadır. Orta paleolit yarandı, orta daş dövrü tam şəkildə daha da artdı. Formalaşması başa çatdı. Sonra baxaq, sən mənə denən sübutla, dəlillə ki, ikinci dərəcəli məşğuliyyət sahəsi oldu. Ovçuluq, balıqçılıq hansı dövr? Neolit, eneolit dedi. Aha, eneolitdə diqqət. İkinci dərəcəli eneolit. Bəs əkinçilik, maldarlıq əsas məşğuliyyət sahəsinə çevrildi. Neolit, əla. Gəldik sonra baxaq belə bir məsələyə. Sən mənə deyərsən, bir dənə də bu sual deyim, tamam, sonra irəliləyək. Tunç dövründən danışaq. İstehsal təsərrüfatına keçid baş tutdu. Bəli, artıq qəti şəkildə. Mən deyirəm keçid baş tutdu. Yəni bu sözün mənası nədir? Yarandı artıq. Var artıq bu formalaşması başa çatdı. Amma desəydim formalaşmağa başladı, bünövrəsi qoyuldu, əsası qoyuldu, bu artıq olacaqdı bizim üçün mezolit dövrü. Tamam, irəlilədik Tunç dövrü ilə, gələk Tunç dövrünə. 4-cü minillik ikinci yarısı, 3-cü minilliyin sonlarına doğru erkən Tunç dövrü. Baxaq. Bizim erkən Tunç dövründə Kürarası mədəniyyət adlandırırıq. Azərbaycanda çünki Kürarası çayları ovalığında yaşayıb bu dövrdə insanlar və bu dövrdə birinci start verək ilk ictimai əmək bölgümüzdən. Birinci ictimai əmək bölgümüz əkinçilik və maldarlıq bir-birindən ayrılır və əkinçilik, maldarlıqda yeni şeylər başlayır. Əkinçilikdə olan yeniliklər. 1. Xış əkinçiliyi. Toxa getdi artıq. Xış əkinçiliyi yarandı. 2. Bu xışı dartmaqdan ötəri böyük bir şeydir. Bunun üçün nə lazımdır? Qoşqu vasitəsi. Deməli, insan nə yaradacaq? Qoşqu vasitəsi yaradacaq. Sonra biz deyək, bu əkinçilikdə süni suvarma şəbəkələri, yəni bugünkü arx deyirik də, sahələri sulamaqdan ötəri istifadə edədiyimiz arx kanallar. Həmin o süni suvarma şəbəkələri nə zaman yaranıb? Erkən Tuncda. Bu bizim əkinçilikdə olan yer. Təbii olaraq. Yəqin ki, elə bir şey su daşıyıblar. Ya da ki, çayın qırağında yəqin ki, salıblar sahəni ki, çaydan rahat gətirsinlər də suyu. Daha rahat. Çünki ilk insanlar çay ətrafında yaşayırdılar axı. Amma biz erkən Tunç dövründən nə deyəcəyik? Erkən Tunç dövründə ictimai əmək bölgüsü baş tutandan sonra insanlar köçəri həyata başlayırlar. Bizim maldarlar nə edir? Yaylaq, qışlaq maldarlığına keçirlər. Və artıq süni suvarma nədir? Hansısa bir arxdan, çaydan arxı qazı neçə metrlərlə aparır öz kəndinə çıxarır və sahəsini suluyur, sahəsinə su çatdırır. Bəli. Sonra gəldik, bu da bizim maldarlıqda olan yeniliyimiz. İndi gələk. Eyni dildə danışan qohum qəbilələr birləşir və nə yaradır? Tayfa. Artıq bu dövrdə tayfalarımız formalaşmağa başlayır və tayfanın da əsasını idarə edir ağsaqqallar bu dövrdə hələ ki. Ağsaqqallar və kahinlər. Sonra əsas məsələlərdən biri. Bu dövrdən artıq insanlarda sosial bərabərsizlik yaranır. Varlı və kasıb təbəqə deməkdir sosial bərabərsizlik. Biraz bəziləri tayfanın yüksək vəzifəliləri varlanır, digərləri isə nə var başlayırlar kasıblamağa, pulları çıxır əlindən. Sonra bu dövrdə bəli, bir növ artıq ibtidai icma quruluşundan artıq çıxırıq. Kapitalizm demək, quldarlıq deyək. Çünki sən bilirsən ki, ardıcıllıqla ibtidai icma quruluşundan sonra tarixdə quldarlıq dövrü meydana gəlir. Çünki o dövrdə fəhlə pulla işlətmirlər. Müharibələr artıq start verməyə başlayır, düzdürmü, tayfalar arasında və kim kimin ərazisini ələ keçirdi, kim kimi tutdu, onun əhalisini qula çevirir və pulsuz şəkildə ondan istifadə edir. Sonra baxaq bir digər bir məsələmizə, nədən danışaq biz? Baxaq danışaq şeydən. Erkən Tunç dövründə bir şey var idi ağlımda, yadımdan çıxdı. Onu arada vurdum. Yadımda salamam. Gərək. Nə demək istəyirsən? Əlasan. Bax ora gəlirdik. Əla. Ana xaqanlığı dağıldı, ata xaqanlığı yarandı. Metal işləmə sənəti yarandı. İlk metalımız bəli, misdir. Metal işləmə sənəti ilə artıq ilk dəfə tanış olublar. Bunlar eneolit dövründə. Amma metal işləmə sənəti yarandı qəti surətdə. Biz buna erkən Tunç götürəcəyik. Çünki misin tərkibində qalay, nikel filan qatdılar, qızdırdılar və nəticəsində tuncu əldə elədilər. Və artıq dəqiq bir metal var bunların əlində. Və artıq görsən qoşqu vasitələri, köçəri maldarlıq, müharibələr artıq yavaşdan başlayır. Bunların hamısı nə tələb edir? Fiziki qüvvə, güc və bu artıq analarda yox, atalarda var. Elə buna görə də bu dövrdən etibarən nə baş verir? Ana xaqanlığını
ata xaqanlığı, patriarxat dövrü başlayır. Davam, gələk dini inanc. 5 dənə yeniliyimiz var dini inanclarda erkən tunç dövründə, buna diqqət. Getdik. 1. Kurqan qəbilləri. 2. Kollektiv dəfn etmə, yəni cəmaət yığılışır, gəlir ehsana məsələsində. Sonra 3. Bəli, ölü yandırma. 4. Gəldik. Nələr? Hə, o mənada. Bəli, doğru. Sonra gəlik, ibadətgahlar və ölülər artıq evin içərisində yox, 5. Ölülər artıq evin içərisində yox, evdən kənarda bastırılır və nə yaranır? Qəbristanlıqlar. 5 dənə yeniliyimiz oldu. Kurqan, ölü yandırma, kollektiv dəfn etmə mərasimləri, bizim evdən kənarda qəbristanlıqlarımız və bir də ibadətgah yerlərimiz. İndi ibadətgahların yerləri, bax, əsas məsələ biz xəritə məsələsi keçən ilin qəbulunda gördün, istifadə olundu. Azərbaycan Respublikasının xəritəsini salıb, soruşurdular. 44 günlük vətən müharibəsi də var idi. Üstəgəl ibtidai icma quruluşu da var idi. İkisi bir-birinin içərisinə girilmiş. Maraqlı bir sırf cavab da Kəlbəcər çıxırdı, səhv eləmirəmsə. Atahan deyir ki, hansı qədim daş dövrünə aid həm yaşayış məskəni var burada, həm də bu 25 noyabr məsələsini vurğulamışdılar ki, 25 noyabrda geri qaytarılıbdı. Orada da Rum rəqəmi ilə vermişdilər, səhv eləmirəmsə 3 idi deyəsən, tam dəqiq yadımda deyil. Beləliklə cavab Kəlbəcər olaraq çıxmışdı. Kəlbəcər olaraq biz onu götürürdük. Yəni buna görə xəritəyə diqqət yetirəcəyik. İnşallah biraz maaşdan əlimi toplayım, proyektor filan biraz refreshləyəcəyik bütün ləvazimatlarımızı. Ondan sonra lap rahat gedəcəyik. Aha, davam edək, baxaq. Necə? YouTube-a vlog, nə vlog? Tarix vlogu. Ola bilər, bəlkə keст eləyə bilərik YouTuberlığı, amma hələ ki yaxın zamanlarda elə bir planım yoxdur. Görək, inşallah qismət. Hələ ki biraz şey girək, nə deyirsən, blitzkrieg rejimdən biraz aparaq, sonrasına baxarıq qismət. Tamam. Baxaq, danışaq biz nədən? Danışaq biz özümüzün erkən tunç dövrünü bitiririk. Aha, ibadətgahlarda qaldıq. İbadətgahların yerləri. Xaçmaz. Azərbaycan Respublikasının tam şimalındadır. Bura araya editləyəndə qoyaram xəritəni, bir dənə xəritəni göstərərəm. İnşallah editləyə bilərəm bu videonu, vaxt çatar. Deməli, xəritənin ən üst hissəsində, belə göstərirəm barmağımla, bu tərəfə qoya bilərəmmi görəm? Nəsə, ekranın sağ üstündə deyək. Aha, xəritədə şimal tərəfdə ən ucqar nöqtə Xaçmaz. Xaçmaz rayonunda Sərkərtəpə. Ən ucqarda da, yəni o tərəflərdə, şimal-şərq bölgəsində, Quba rayon ərazisinə yaxındır. Xaçmazda bizim burada var Sərkərtəpəmiz. Bizim burada Qazax, Azərbaycan ən şimal-qərbinə gedək, Gürcüstandan sərhədə tərəf. Qazaxda Baba dərvişimiz var ibadətgah olaraq və sonra isə Naxçıvana düşək. Azərbaycan, Qarabağla Ermənistan arasında, Ermənistandan sonra keçəndə balaca bir torpaq sahəsi Göyçü gölünün aşağısında Naxçıvan. Naxçıvanda da 2 dənə bizim ərazimiz var. Biri 1-ci Kültəpə, bir digəri isə Maxda yaşayış məskənləri. Bunlar bizim ibadətgahlarımızdır və bunları biz əzbərə bilməliyik mütləq şəkildə. Davam, əzbərləyərsiniz. Let's go, keçdik. İkinci mərhələmiz Orta Tunç. 3-cü minilliyin sonlarından 2-ci minilliyin ortalarına. Hardasa 400 ilə yaxın davam edən bir dövrdür və ikinci ictimai əmək bölgüsü baş verir. İndi baxaq. Sənətkarlıq yaranır, neolit dövrü ilə götürək, dulusçuluğumuz, göndəri işləmə sənətimiz falan var bu dövrdə. Amma sənətkarlıq müstəqil peşə sahəsinə çevrildi deyirsə bizə, biz artıq halımızı gətirməliyik ictimai əmək bölgülərini və bu dövrdə ikinci ictimai əmək bölgüsü baş verir. İkinci ictimai əmək bölgüsü nəticəsində əkinçilikdən sənətkarlıq qopur, ayrılır və müstəqil peşəyə çevrilir. Və bu dövrdə bizim sənətkarlar gilqap istehsalında yeni bir şeyə keçid ediblər. Qablara forma verməyə başlayırlar. Bizim bu dövrdə Naxçıvanda Şaxtaxtı, həmçinin 2-ci Kültəpədə duluz sobaları tapılıbdır. Həmən o duluz sobalarının içərisində belə deyək, fosilləşmiş rənglər var. Rəng mayelər qutuların dibində, qabların dibində və bu da bizə sübut edir ki, bu dövrdə insanlar gil qablarını hətta bəzəklə vurublar, rəngləyiblər. Və ona görə də Orta Tunç dövrünü biz nə mədəniyyət adlandırırıq Atahan? Rəng simsər. Bəli, boyalı qablar mədəniyyəti. Və bu dövrdə əkinçilikdə 3 dənə yeni sahəmiz yaranır. Şərabçılıq, üzümçülük və bostançılıq. Və bu dövrdə yeni bir peşə də yaranır. Söhbət
ticarətdən gedir. Ticarət yaranıb Orta Tunc. Ancaq ticarət müstəqil bir peşə sahəsinə çevrilir. Buna diqqət. Bu Son Tunc dövründədir. Bax, bu aradakı fərqə diqqət yetiririk. Ticarət yaranıb, bəli, Orta Tunc, amma müstəqil peşəyə çevrilib. 3-cü ictimai əmək bölgüsü indi danışacağıq Son Tuncda. Gərək Orta Tuncu davam elətdirək. Orta Tuncda müharibələr artıq yavaş-yavaş qızışır və tayfalar, zəif tayfalar nə edirlər? Birləşirlər və tayfa ittifaqları əmələ gətirirlər ki, qoy birlikdə, güc birlikdədir, mübarizə aparaq, düşmənimizi məğlub edək. Və tayfa ittifaqları yaranır və bu dövrdə tayfa ittifaqlarının içərisində ən güclü mövqeyi kimlər tutur desək, köçəri maldarlarımız. Maldar tayfalar əsas aparıcı mövqedədirlər. Maldarın çünki atı var, atı varsa süvarisi var deməli bu adamın və dövrdə süvari qoşunları əslində belə yalan çıxır, yoxdur. Ancaq ki, belə deyək də, istifadə olunmasına görə heyvanat, köçəri tayfalar həmişə güclü olublar. Belə bir ifadə işlədə bilərik. Süvarilərin yaranması hələ bir xeyli var. İskitlər hələ bunu yaradacaqlar. Tamam. Gələk danışaq digər bir məsələ. Orta Tunc dövründə bizim nəyimiz qaldı? Ticarət yaranıbsa, sənətkarlıq da varsa, bizim artıq nəyimiz formalaşmalıdır? Şəhər mərkəzlərimiz, şəhərlər yaranmalıdır. Və indi baxaq, şəhər mərkəzləri yaranır. Əsasən ticarət yollarının üzərində və ətrafına qorunmaqdan ötəri hisar çəkilir, sədd çəkilir və bununla yanaşı Azərbaycanın ən qədim şəhəri deyilsə ki, haradır? Cavabımız olmalıdır Naxçıvan. Bunu yadda saxlayaq. Bundan başqa Orta Tunc dövründə bizim çoxlu şəhərlərimiz var yaranan. İndi baxaq bunlar hansılardır? Məsəl üçün, Naxçıvanda Oğlan qala, 2-ci Kültəpə, Qarabağda Üzərlik təpə, Nərgiz təpə və Urmiyada Göytəpə. İndi burada bir dənə haşiyə çıxdıq. Neolit dövründə biz deyirik ki, Tovuzda Göytəpə var idi. Orada nə tapılmışdı? Atağan tez yadıma sal görür. Tovuzda Göytəpə, Neolit dövrü. Heyvanın atı sənə sümüyü. Nəyi tapılmışdı orada? Nə hazırlanmışdı ondan? Yada sal, yada sal. Nə? Oraq. Gəldik, toparlayaq. Oraq hazırlanmışdı. Heyvanın at sənə sümüyü ilə hazırlanan oraq tapılmış Tovuzda Göytəpədə əkinçiliklə bağlı. Şeylərə diqqət, əzbərləyərik, eybi yox. Davam. İndi gələk. Bu dövrdə nə baş verir? İndi Urmiyadakı Göytəpə yaşayış məskənidir, Orta Tuncdur. Tovuzdakı Göytəpə, diqqətli olaq, bu neolit dövrüdür. O, şəhər mərkəzi deyil, yəni yaşayış məskənidir və oradan da həmin orağı tapıbdılar. Oldu bu aradakı fərqə diqqət. Tovuzdakı Göytəpə neolit, Urmiyadakı Göytəpə isə təbii olaraq Orta Tunc dövrünə aid şəhər mərkəzidir. Belə bu dövrə aid hər hansısa bir məncə bir şey boşluq buraxmadıq. Keçdik Son Tunc Erkən Dəmir dövrü. Aha. Son Tunc Erkən Dəmir dövrü barədə biz nə deyə bilərik? Eradan əvvəl 14-7-ci əsrləri əhatə eləyir və 7-ci əsrdə artıq bizim ilk metal kəşf olunur. Metal deyirəm, daha doğrusu dəmir kəşf olunur və dəmirin kəşfi ilə birlikdə əkinçilik olsun, maldarlıq olsun, yüksək inkişaf meyli göstərir, yüksək səviyyədə inkişaf eləyir. İndi Son Tunc dövrünün yeniliklərinə baxaq biz bir dənə. Son Tunc dövründə nəhayət 3-cü ictimai əmək bölgüsü. Həmən 3-cü ictimai əmək bölgüsünə görə sənətkarların içərisindən tacirlər qrupa aid. Ticarət yarandı Orta Tunc. Amma tacirlər müstəqil peşə sahəsinə çevrildilər. Nə zaman? Son Tunc 3-cü ictimai əmək bölgüsü. Buna diqqət. Sonra baxdıq nəyə? Baxaq biz bu dövrdə müharibələr daha da gücləşir, sosial bərabərsizlik daha da dərinləşir. Tayfa başçıları artıq bu dövrdə müqəddəsləşdirilməyə başlanılır. Buna bir dənə diqqət. Tayfa başçıları müqəddəsləşdirilir. Sonra səma cisimlərinə, göyə, aya, ulduza, günəşə, bu kimi şeylərə inam formalaşır. Həmçinin bu dövrdə atdan istifadə etdiklərinə görə həm minik, həm təsərrüfat işləri görməyə, həm digər ətdən istifadə etdiklərinə görə ata da sitayiş eləməyə başlayırlar. Dini inanclarımızdakı yenilik budur. Tayfa başçısına inanc başlayır, atlara sitayiş, səma cisimlərinə inanc Son Tunc dövründə olan bizim yeniliklərimizdir. Sonra Son Tunc dövründə bayaq dedik, dulusçuluq yaranıb neolitdə, amma dulus çarxı, ayaqla hərəkət gətirilən dulus çarxı nə zamandır? Son Tunc dövründə. Onu da yadda saxladıq, bəli. Sonra bu dövrdə Təpəgözlərin tikdiyi abidələr nə idi Atalan yada sal? Silikon nə idi?
Sklopik tikirlər. Bəli. Sklopik tikirlər. Deyirik, həndəsi fiqur formasında olurdu bunlar əsasən. Trapesiya, nə bilim, digər dördbucaqların formasında və həm ticarət yollarının üzərində tikilirdi, həm müdafiə xarakterli idi, həm yağış filan yağıb eləyəndə insanlar ora sığınıb gecələrini orada keçirirdilər və bunlara biz bir sıra nümunə əgər çəkəsi olsaq, xəritədə göstərdi istəsənə harda var bu siklopik tikililər. Ağlın iki dənə yerə gedəcək. Bir, xəritəni burada bir də göstərməliyik, inşallah göstərə bilərəm. Naxçıvan 2, Gədəbəydə hardasa Kəlbəcərin üzərindədir elə xəritədə. Gədəbəy Arıqdam kəndi var. Həmin o Arıqdam kəndində həmin o siklopik tikiliyə biz rast gəlirik. Naxçıvan və Gədəbəyi xəritədə göstərsək bizim üçün kifayətdir. Sonra son Tunç dövründə ticarət yüksəlir. Ticarətin yüksəlməyi ilə birlikdə biz hansı ölkələrə yaxınıq? Bizim erkən dövlət qurumlarımız hansı dövlətlərin nümunəsində formalaşmışdı? Atan, yada salın ümumi tarixdən də. Bərəkətli Aypara adlanır ora. Bərəkətli Aypara haradır? İndi asıl dövlətdir. Yer adı denənsən mənə, coğrafi bölgə. Dəclə və Fərat çayları arası. Ora nə adlanır Yunan dilində? Mesopotamiya. Bəli, iki çay arası Azərbaycan, cənub bölgəsi xüsusilə Urmiya göl hövzəsi Mesopotamiya ilə yaxın olur və ona görə bizim ticarət əlaqələrimiz olsun, yüksək səviyyədə inkişaf edib. Hətta Aşşuru da, bəli, burada vurğulayaq ki, sübut olaraq Aşşurun simvolu məşhur heyvan şirdir və birlikdə paytaxtı da yadımızda Şirlər şəhəri, Nineva. Həmən bu şir formalı, nə bilim, şir şəkilli qapılar Azərbaycanda tapılıb Qarabağ bölgəsində və həmçinin Aşşur hökmdarı Adat Nirarinin deməli muncuğu tapılıbdır. Yoxsa üzüyü idimi? Ağlımdan çıxdı. Muncuğu idi ya üzüyü idi. Bu Qarabağda bu dövrdə tapılıbdır və bu da sübut edir ki, nədir? Azərbaycan Aşşurla, Mesopotamiya ilə yüksək ticarət əlaqələrinə malik olubdur, gediş-gəliş olmuşdur. Sonra bizim burada nəyimizsə qalmadı, ümid edirəm. Kurqanlarımız qalıb bir dənə, vurğulayaq onları. Biz deyirik ki, bu dövrdə tayfa başçıları varlanır, kahinlər varlanır, sosial bərabərsizlik dərinləşir və sənə desə ki, sosial bərabərsizliyin son Tunç dövründə dərinləşdiyini mənə sübut elə. Cavabın nə olacaq? Deyəsən kurqanlar. Sadalayaqsan 5 dənə kurqanı. Deyəsən ki, müəllim, bax, Qarabağda Xan kəndi, Xocalı, Sarı Çoban, Borsunlu, bir də Oğuzda Kərimli kurqanı var ki, bu kurqanlar yüksək səviyyəli, belə deyək də, tayfa başçılarının kurqanları və oradan tapılan tapıntılar, qızıl taxlar, nə bilim, qulların ölüləri, at ölüsü, qırqızıl əşyalar filan, bunlar hamısı sübut edir ki, deməli bu tayfada artıq nə olub? Sosial bərabərsizlik gedib. Əhali arasında təbəqələşmə yüksək səviyyədə olubdur artıq. Varlılar olub, çox yüksək səviyyəli, kasıblar olub və bir də qullar olub. Bu da bunun əyani sübutudur. Sonra gəldik bir digər bir məsələmiz nəsə vurğulayacaqdım. Yaxşı yadıma düşdü. 7-ci əsrə aid bizim Muğanda Uzuntəpə adlanan yerimiz var. Bax, görsən atanın nə qədər yer adları sadaladıq, onlar hamısı əzbər. Həmən o Muğandakı Uzuntəpədə nə tapılır? Orada deməli, dəmir tiyəli və dəstəyi də tuncdan olan qılınc tapılıbdır. Həmən bu qılıncda bizə artıq 7-ci əsrdə insanların dəmirlə tanış olduğunu, artıq dəmiri kəşf elədiklərini bizə sübut edir və dəmirin kəşf olmasının əhəmiyyəti nədir? Gəldik. İbtidai icma quruluşunda almasının 4 səbəbi. 1. Dəmirin istehsalı. 2. Gələk burada bizim müharibələrin başlaması, sosial bərabərsizliyin dərinləşməsi. 3. Biz burada vurğulaya bilərik izafi məhsul istehsalı səbəb. Çünki izafi nə deməkdir? Tələbatdan artıq, yəni ehtiyacından artıq olan bir şey istehsal edirəm və bu da təbii ki, məsəl üçün, mənə bu il lazımdır 10.000 manat qazanc. Mən bu il qazanmışam 40.000. Təbii ki, kənardan baxan neyniyər? Paxırlığı tutar, deyərək bunun əlindən bunu nətər almaq olar görəm, məsəl üçündə. Bunu nətər pis vəziyyətdə qoymaq olar. O dövrdə də fikirləşib tayfadır, varlanır. O biri tayfa baxır ki, bu zəifdir. Bunun üzərinə gedək də, gör nə qədər məhsul var, varlanaq. Və beləliklə, varlanma xırsı ilə müharibələr və müharibələrin nəticəsində İbtidai icma quruluşu dağılır. Bu səbəblər doğrultusunda İbtidai icma quruluşumuza son qoyulur.
Və burada mövzudan çıxmamışdan qabaq bir dənə qeyd olaraq bir şeydən danışaq. Azərbaycanda yazılardan. Bizdə ilk yaranan yazı hərfi yazıdan qabaq biz Azərbaycan dilində yəqin ki, oxuyanda görmüşük də şəkli yazı olub, sonra ideoqrafik yazımız olub, sonralar hecavi yazıya keçmişik, düzdürmü? Və ilk insanlar deyir şəkli yazı ilə tanış olublar. Piktoqrafik yazılar. Və bu piktoqrafik yazı nümunələri atan əsasən Bakıda, Abşeron bölgəsində, Kəlbəcərdə, Gəmiqaya adlanan bizim bir ərazimiz var. Tam şəkildə bu dəqiqə ağlıma gəlmir. Gəmiqaya hansı ərazidədir? Elə Kəlbəcər ərazisində yerləşməlidir, səhv eləmirəmsə o Gəmiqaya ərazisi. Hə, bu hissələrdə həmin bu piktoqrafik yazılara biz rast gələ bilirik. Və bu da sübut edir ki, ilk insanlar şəkli yazı ilə yaxından tanış olmuşdurlar. Belə video izahatımız bu qədər. Dinlədiyiniz üçün təşəkkürlər. Biz Atalandan indi keçid eləyək. Bir dənə yüngül sınaq testimizə görək bizim bu testlərdə nə işimiz var, nə işimiz yoxdur. Növbəti videolarda görüşərik. Sağ olun, salamat qalın.